10 gecənin qədrini bilin, kiçik qardaş üçün istəyirəm. Bu 10 gecəyə elə yerə meyrac eləyə bilərik ki, heç kəsin ayağı ora dəyməyib. 10 gecə bu məclislərdə çox önəmlidir. Evdən də bəzi adamlar deyib, gələ bilmirik, baxırlar. Mənə biraz, yəni söhbət təkcə bu məclisdən getmir. 10 gecə Məhərrəmin İmam Hüseyin məclisi adamın əlindən tutub çox böyük yerlərə apara bilər. Bu sözümə qiyamətdə şahid duracam. Bax, burada indi deyirəm, qiyamətdə görüşərik. Bu 10 gecə çox mühümdür həyatda. Yeri var adam bütün işlərini təxirə salsın, buna vaxt ayırsın. Bu elə belə bir şey deyil. Bu çox mühümdür. Hər gecə bir irfan mərhələsidir. İmam əlimizdən tutub aparır. 10 gecəyə adam deyirəm də gedər Allaha ən yaxın nöqtəyə gedər çatar. Buna mən cavab deyəm nə mənada istinadım Quranla və hədislərədir. Hətta Quranda deyilir bu 10 gecə Allah and içir. Və ləyalin əşr.